şəkəri daha stabil olan insanlardır. Belə ki, bəzi insanlarda qan şəkəri güclü dalğalanmalar göstərdiyi halda, digərlərində isə daha sabit, belə deyək, yüngül dalğalanmalar göstərir. Məhz bu yüngül dalğalanmalar olan şəxslər bu durumu daha yaxşı tolerə edə bilirlər. Digər tərəfdən isə bu qadınlarda çox görülən durumlardan biridir bəzi müəlliflərə, araşdırmacılara görə və bunu da qadınların, belə deyək, aylıq hormon döngüləri ilə əlaqəli olduğunu düşünürlər, amma bu o demək deyil ki, bu durum kişilərdə görülmür, kişilərdə də yetər qədər görünür. Hətta belə bir şey var ki, kişinin qəlbinə gedən yol mədəsindən keçir. Bu deməkdir ki, kişinin qarnını doyur, sonra ondan nə istəyirsən istə. Çünki o zaman kefi daha yaxşı olur və bunun da əksi olaraq açkən kefi daha pis olur, ortaya çıxır. Amma bu, dediyim kimi, qadınlarda da çox yetər qədər görünür. Və təbii ki, biz tibbdə bəzi şeyləri də genetika ilə əlaqələndirmək istəyirik.